Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir olsun. Bu proqramın müəllifi biraz narahatdır, onun üçün də dua edək Hacı Samir qardaşımız üçün, gözəl alimimiz üçün. Bugün Əmir el-Möminin əleyhissalamın Nəhcül Bəlağədəki bir məktubundan müəyyən hissələri, müəyyən parçaları nəzərinizə çatdıracaq. Əli əleyhissalamın Osman ibn Huneyf adlı bir dostu var idi. İmam Əli əleyhissalam bu dostunu vali təyin etmişdi, nümayəndə təyin etmişdi bir şəhərə. Əli əleyhissalam Nəhcül Bəlağə kitabında 45-ci məktub kimi keçən məktubu həmin o nümayəndəsi Osman ibn Hüneyfə yazır. Şikayət dolu bir məktubdur və nəsihət dolu bir namədir. Həmdü sənadan sonra Osmana yazır ki, mənə çatan məlumata əsasən sənin valisi olduğun o şəhərin imkanlı adamlarından biri səni dəvət edib bir süfrəyə. Qonaqlıq süfrəsi olub, səni dəvət edib. Süfrədə al-əlvan yeməklər olub, ləziz təamlar olub. Süfrənin ətrafında yalnız zənginlər əyləşib, varlılar, sərvət sahibləri, mal-dövlət düşkünləri oturub və o süfrədə heç bir kasıb, fəqir, yoxsul olmayıb. Sən də dəvəti qəbul etmisən. İmam təəccüblənir Osman ibn Hüneyfin bu hərəkətindən. Sən də bu dəvəti qəbul etmirsən, getmirsən ora. Sən öz imamına iqtida etməlisən. Sənin imamın mənəm. Sənin liderin, rəhbərin mənəm. Sən mənə iqtida etməlisən, mənim yolumu getməlisən, mənə tabi olmalısan. Bir neçə kəlamdan sonra bu məktubda gəlir çatır bura ki, mən Əli olaraq təqvadan danışıram, dindən, imandan danışıram, deyirəm adam gərək dünyaya vurğun olmasın, deyirəm adam gərək dünyaya bel bağlamasın, deyirəm adam gərək komfort düşkünü olmasın. Siz elə düşünməyin ki, mən bunları ona görə deyirəm ki, əlim çatmır, imkanım yoxdur, vəsaitim azdır. Mən ki, deyirəm, bu zəngin süfrələrində oturmağa tələsməyin. Mənası bu deyil ki, mənim imkanım olsaydı, mən oturardım. İmkanım yoxdur, mən zəngin süfrələri tapa bilmirəm. Paxıllığım tutur sizə, deyirəm ki, siz də oturmayın. Axı, təqva bir neçə növdür də. Bəzi insanların təqvası var, amma hələ sınanmamış təqvadır. İmtihana çəkilməmiş təqvadır. Görürsən, gözü tox adamdır, mömin adamdır. Amma neçə il, nə vaxta qədər? Bəzilərinin təqvası imtihan olunana qədərdir. İmtihana çatanda təqva yoxa çıxır, ya azalır, ya zəifləyir. Bəzilərinin isə təqvası elə imtihanlarda daha çox özünü göstərir. Daha çox təqvalı olurlar. İmanları daha da çoxalır. Quran-Kərimdə deyil, cihad, müharibə şiddətləndikcə Peyğəmbər sallallahu aleyhi və səlləmin xalis səhabələrinin imanı güclənirdi. Görürdülər ki, yəni mən belə düşünürəm bu ayənin mənası barəsində. Onlar görürdülər ki, bu müharibə şiddətlənməsə,
çətinlik son həddə çatmasa, Allahın qeyb əli üzə çıxmayacaq. Ona görə də bəlkə də dua eləyirdilər ki, qoy maddi səbəblər hamısı aradan getsin, biz Allahın o lütfkar əlini, dəstəyini görək. Allahın lütfünü duyaq. Nə qədər ki, bu dünyanın maddi səbəbləri meydan suluyur, insanın şuur altısı imkan vermir adam xalis Allahı başa düşsün, Allahın yardımını başa düşsün. Elə ki, bütün imkanlar məhdudlaşır, hər tərəfdən ümid kəsilir, necə deyim, bir yoxluq yaranır, mümin başa düşür ki, aha, deyəsən Allah Taala özü müdaxilə etmək istəyir. Bunu ən yaxşı Azərbaycan klassik ədəbiyyatında, hətta müasir əruz janrında işləyənlər, şairlər, ədiblər də tutublar bu məsələni. Məsələn, harda ki, hikmət söhbəti var, hikməti yoxluq kimi məna edirlər. Hikmət ağızdan çıxır, ona görə harda ağız ifadəsi işlədilirsə, orada görsən bir yoxluğa işarə var, bir dünyadakı varlıqların olmamasına işarə var ki, bildirsinlər ki, burada hikmətin çeşməsi qaynayır. Qərəz, burada da həmin məsələdir bir mənada. Müminin vəziyyəti çətinləşdikcə, əvvəla səy göstərməlidir, vəziyyəti çətinləşməsin. Amma elə ki, səyinə rəğmən, zəhmətinə rəğmən, əlindən gələni etməsinə rəğmən vəziyyət çətinləşir, daha da çətinləşir. İmanı zəif olanlar deyirlər ki, ay Allah kömək elə, ay Allah sən niyə mənə kömək eləmirsən, ay Allah mənimlə nə problemim var, nə şəxsi qərəzliyim var. Amma imanı güclü olanlar fikirləşirlər, deyəsən Allah Taala özünü göstərmək istəyir, maddi səbəbləri bir-bir rədd eləyir ki, çəkilin özüm meydana daxil olacam, özüm müdaxilə edəcəm. Ona görə imanları çoxalır. Çox sevirlər Allah Taalanı xalis görsünlər, səbəblər ətrafda olmadan, sırf Allahla görüşmək, liqaullah. Bizə deyilib ki, sədəqə verəndə mümkün qədər gizlin verin. Çünki ayə var Quranda ki, sədəqələri alan Allahdır. Sədəqələri alan Allahdır. Yəni, sən Allah ilə alver eləyirsən. Hətta İmam Zeynul Abidin əleyhissalamdan rəvayət olunur ki, birinə sədəqə verəndə, bir kömək edəndə öz əlini öpürdü. Deyirdilər, niyə öpürsən? Deyir, Allahın Quran ayəsində dediyi o lütfkar, sədəqə alan, mübarək əl timsalında olan o lütfüne toxunub mənim əlim. Rəhmətinə toxunub mənim əlim. Ona görə öpmək istəyirəm, əlimi öpürəm. Yəni, onlar yoxsulla problemləri yox idi. Ay, pulu hara apardı, neynədi, az verim, çox verim. Bunlar onlara maraqlı deyildi. Onlara maraqlı olan Allah ilə təmas, Allah ilə ünsiyyət, Allah ilə liqa idi. Əli əleyhissalamın təqvası o təqvalardan idi ki, sınaq meydanında daha çox özünü göstərirdi. Və bunu çoxları başa düşmürdü. Çünki insanlar öz arşınları ilə ölçürlər hamını. Əli əleyhissalam onlar kimi deyildi. Əli əleyhissalam heç müasir dövrdəki çox insan kimi də deyildi. Əksər insanlar kimi də deyil. Daha doğrusu Əli kimi olanları tapmaq asan məsələ deyil. Çox çətin məsələdir, həddən artıq. Söhbət birbaşa, yəni bütün müstəvilərdə Əli kimi olanlardan getmir, o mümkün deyil. Söhbət Əli əleyhissalamın əhval-ruhiyyəsinə bənzər əhval-ruhiyyəsi olanlardan gedir. Əli əleyhissalam buyurur, mənim təqvam imkansızlıqdan deyil. Buyurur, وَلَوْ شِئْتُ لَهْتَدَيْتُ الطَّرِيقِ إِلَى مُصَفَّى هَذَا الْعَسَلِ وَلُبَابِ هَذَا الْقَمْحِ. Əgər istəsəm,
səhər yeməyinə ən xalis balı təşkil eləyərəm. Mənim buna imkanım çatır. Mən xəlifəyəm. Mən İslam imperatorluğunun rəhbəriyəm. Rəiyyətin içində mənə ləzzətli yemək hədiyyə gətirmək istəyənlər sıraya düzülüblər. Əşəs ibn Qeys gətirdi əleyhissalama ərəblərdə çox qiymətli və məşhur və ləziz olan bir halva var idi. Onu gətirdi. Həzrət xilafətə ələ alan kimi Əşəs ibn Qeys onu hədiyyə kimi gətirdi. Əleyhissalam buyurdu, bunu niyə gətirmirsən? Dedi, hədiyyədir. İmam da tanıyır axı Əşəs ibn Qeysi. Buyurdu, ilanın yeyib sonra istifraq etdiyini mənə niyə gətirmirsən? Yəni, sənin gətirdiyin bu rüşvət zəhərdir, zəhərlidir. Bənzədir Həzrət onu ilanın yediyinin yeyəndən sonra qaytardığıdır, yəni iyrəncdir bu rüşvət. Həm də ilanın yeyib qaytardığı, yəni zəhərlidir. Ruhumu zəhərləyər, həyatımı zəhərləyər. Bir daha adam ola bilmərəm, bir daha insan ola bilmərəm. Hər şey əldən gedər. Burada da Həzrət buyurur, mənim əlimdədir hər şey. Pul, para, var, dövlət, hətta heç harama da əl atmaram. Elə mən də deyərəm ki, nə olsun xəlifəyəm, mən də bir insanam, bir vətəndaşam, mən də bir torpaq götürərəm, əkərəm, biçərəm. Vaxtı ilə necə fədəki əkib biçmişdim, Məkkə ilə Mədinə arasında əqil övladlarına hibə etdiyim, vəqf etdiyim bağı necə əkib becərmişdim. Nə eləyərəm? İstədiyim ən yaxşı balı təşkil eləyərəm özüm üçün. O vaxt Ərəbistanda ən dadlı yemək xalis bal idi da, əsəli müsəffa idi. Buyurur, və ləv şiitu, əgər istəsəm, ləhdədəytu tərif, yol tapa bilərəm ilə müsəffə hədəl əsəl, bu balların ən yaxşısına, ən təmizinə. Mən ki, bal yemirəm, ona görə deyil ki, tapmıram. Hər şey əlimdədir, yemirəm. Səbəbini sonra deyəcək, niyə yemir? Və lübəbi hədəl qəmh, mən ki, arpa çörəyi, keyfiyyətsiz arpanın çərdəyinin unundan hazırlanmış çörəyi yeyirəm. Ona görə yox ki, buğdanın xalis ununu tapmıram. İstəsəm buğdanın ən xalis yerinin birinci növ ununu tapıb yemək yeyərəm. Tapmadığım üçün təqvalı deyiləm. Mənim əlimdədir, mən istifadə etmirəm. Gözümün qabağındadır, ixtiyarımdadır. Əlimin altındadır hər şey. Və nəsəici həzəl qaz. Mən ki, görürsüz, bədənimi dalayan geyimlər geyirəm, cod geyimlər geyirəm. Ona görə deyil ki, ipək tapmıram. Ən xalis ipəkləri tapmağa imkanım çatır. Ən xalis ipəkdən toxunmuş geyimlər əldə edib geyinə bilərəm. Burada çox böyük dərs var, əzizlər. Bizim əksəriyyətimiz imkan tapmadığımız üçün gözü tox kimi yaşayırıq, özümüzü də aldadırıq ki, mən elə belə təqvalıyam. İmkanımız olanda başqa söz tapırıq. Deyirik, hər şeylə yaxşısı müminin olmalıdır. Yenə yoxsullar qalır oyundan kənarda. Yenə çarəsizlər bizim əlimizə çatmış imkandan məhrum qalırlar. İmkanımız olmayanda təqvadan dəm vururuq. İmkanımız olanda da yenə təqvadan dəm vururuq başqa formada. Deyirik ki, o demək deyil ki, müminin olmasın. Olsun, amma bağlı olmasın. Necə bağlı olmasın? Kişinin həyatına baxırsan, dünyanı 70 əllə tutub, deyir, mən bağlı deyiləm bu dünyaya. Əleyhissalam buyurur, mən elə deyiləm.
Mənim hər şey ixtiyarımdadır. Mən nə qədər istifadə etsəm, yeməklərin ən yaxşı olan xalis balı yeyərəm, çörəklərin ən yaxşı olan buğdanın lap ən gözəl yerini yeyərəm, geyimlərin ən yaxşı olan ipək toxumaları giyərəm. Heç kəs də məni qınamaz, heç kəs məni danlamaz. Kimsə deməz ki, Əli niyə belə edir? Çünki görürdülər ki, xəlifə belə edər, padişah belə edər. Amma mən etmirəm. Niyə? Buyurur, وَلَكِنْ هَيْهَاتْ أَنْ يَغْلِبَنِي هَوَيْ. Lakin məsələ burasındadır ki, mənim nəfsani istəklərim mənə qələbə çalsın, əsla. Mümkün deyil. Çox uzaqdır bu təsəvvür. Bu olayın təsəvvürü ağıllardan uzaqdır ki, Əli və nəfsinin ona hakim olması. Əli və ürəyinin istədiyini etməsi. Əli və ağlının tələbini yox, Allahın əmrini yox, ürəyinin istəyini etməsi. Mümkün deyil. Mümkün deyil. Heyhat. Bizə ki, İmam Hüseyin Aleyhisselam burada heyhat minnə zillə. Zillət bizdən uzaqdır. Əmir əl-Mömin Ağada buyurur, heyhat ən yəğlibəni həvay. Mənim arzularımın mənə qələbə çalması uzaqdır, çox uzaqdır. Bu mümkün deyil. Və yəqudəni cəşə'i ilə təxəyyüril ət'imə ya təxyiril ət'imə. Ki, təxəyyüril ət'imə məşhurdur. Buyurur, mümkün deyil mənim hərisliyim mənə qalib gəlsin, məni sürükləsin nəyə? Yemək seçməyə. Bugün dünyadakı ən böyük gündəlik məişət rutini olan bir şeyi Əleyhisselam necə pisləyir? Buyurur, mənim acgözlüyüm məni sürükləsin yemək seçməyə, məni sövq etsin buna ki, mən yeməkdən yemək seçim, mən menyu alım, mən seçim ki, bunu yiyim ya onu yiyim. Bu çox uzaqdır məndən, bu Əli xasiyyəti deyil. Və niyə bunlar Əli xasiyyəti deyil? Və ləallə bil-Hicazi əvl-Yəməmə. Çünki mən güman edirəm, Hicaz mərkəzi Ərəbistana, indiki Səudi Ərəbistanı, Məkkə, Mədinə, Taif o ətrafa deyilirdi. Əvl-Yəməmə ya da Yəməndəki bəzi şəhərlərə, Yəmən şəhərlərini, yəni Ərəbistanın, mənim imperatorluğumun, mənim məmləkətimin, indi oranı deyirdi. Əslində, İslam xilafəti onda çox geniş idi. Yəni, şərqdən qərbə qədər. Demək olar ki, bir qütüblü dünya idi də, İslam xilafəti idi, yeganə qüdrət dünyada. Buyurur, mən fikirləşirəm, bəlkə Hicazda ya Yəməndə kimsə ola, mən la tama'aləhu fil qurs. Fikirləşirəm, birdən kimsə o qədər yoxsul olar ki, heç çörəyin həsrətini də çəkə bilməz. Heç çörəyə ümidi də olmaz. Mən bundan qorxuram. Yəni, necə tox yatım ki, kimsə 3 milyon kvadrat kilometr ərazidə kimsə ac yatar. Kimsə çörəyə ümidi olmaz. Yəni, mənim məmləkətimdə, mənim rəiyyətimdən kimsə olar ki, çörəyə ümidi yoxdur. Və la əhdə ləhu biş-şəbə. Və ya mənim məmləkətimdə kimsə ola bilər ki, nə zaman tox yatdığı yadına gəlmir. Haçansa tox olduğunu xatırlamır. Bu ehtimal varsa, Əli yeməklərdən yemək seçsin, Əli xalis bal yesin, Əli ipək paltar geyinsin, Əli buğda çörəyinin ən gözəlini seçsin. Heyhat, bunlar mümkün deyil. Osman ibn Hüneyfə deyir. Deyirsən, kimin nümayəndəsən, bunu unutmuşsan, sən kimi təmsil eləyirsən? Əv əbitə mibtanən və həvli butunun qarsə.
ya Əli tox yatsın və ətrafında ac qarınlar olsun və əkbadun hərra susuz ciyərlər olsun. Bu mümkün deyil. Sonra Əli əleyhissalam Hatəm-i Tayinin bir şeirinə istinad edir. Adını çəkmir, amma şeir yazırlar ki, Hatəm-i Tayidəndir. Hatəm-i Tayi İslamdan öncə yaşayıb, çox məşhur bir səxavət sahibi şəxsiyyət olub. Yəni, qəbilə başçısı olub. Əlinin altında çoxlu kəndlər, qəbilələr var idi, tayfalar var idi, imkanlı idi və çox səxavətli idi, çox səxavətli idi. Qədim şərq ədəbiyyatında, o cümlədən Azərbaycan klassik ədəbiyyatında da səxavət nümunəsi simvolu hesab olunur. Deyirlər, filan kəs Hatəm kimi səxavətlidir. Hatəm-i Tayi Bəni Tey qəbiləsindən çox məşhurdur. Onun oğlu Udəyy ibn Hatəm də sonralar Əli əleyhissalamın yaxın səhabələrindən birinə çevrilmişdi. Həmin Hatəm ki, çox səxavətli olub, onun bir şeirinə istinad edir ağa. Buyurur ki, Əv əkunə kəmə qaləl qail, mən yoxsa ətrafımda ac ola tox qarına mı yatım? Ətrafımda susuz ciyərlər ola mən sirab mı yatım? Ya o şairin dediği kimi olunmu? Şeir nədir? Deyir, və həsbukə dəən ən təbitə bi bitnətin və havləkə əkbədun təhinnu iləl qidd. Sənin üçün bu dərd yetərlidir, bu ağrı yetərlidir ki, sən tox yatasan, ətrafında isə bir tuluq suya möhtac olan susuz ciyərlər olsun. Buyurur, mən bu şeirdə deyilən kimi olmaram, ola bilmərəm, mən Əliyəm. Davamında buyurur, Əqnə'u min nəfsi bi ən yuqal. Yəni, sən elə düşünürsən ki, mən Əli olaraq bu məsələ ilə qane oluram ki, desinlər, Həzə əmirul müminin, bu kişi möminlərin əmiridir. Və lə uşarikuhum fi məkarihi dəhr. Amma onların dövranda çəkdiyi əziyyətlərə şərik olmayım. Əv əkunə usvətən ləhum fi cüşubətil eyş. Ya onların acısını, acı həyatını bölüşməyim, onlara nümunə olmayım. Deyirsən, məni belə lider hesab edirsən, belə imam hesab edirsən ki, mən yolda keçəndə hamı desin ki, aha, Əmir el-Möminin gəlir, möminlərin əmiri, möminlərin birincisi gəlir, möminlərin öndə gedəni gəlir, amma möminlər acıdır, bu əmir toxdur. Möminlər acı çəkir, bu əmir isə kefdədir. Mən belə mi yaşayayım, Həzrət buyurur? Mən belə mi həyat sürüm? Siz məndən bunu mu gözləyirsiniz? Mümkün deyil. Buyurur, fəma xuliqtu liyəşğələni əqlud tayyibat. Allah məni buna görə mi yaradıb? Allah məni buna görə mi yaradıb ki, mən yeməklərdən yemək seçim yaşayım, məni məşğul etsin bu yeməklər, yeməyin daddıları? Kəlbəhimətil mərbutə, tövlədə bağlanmış heyvanlar kimi yaşayım. Həmmuha aləfuha, hər dəfə tövlənin qapısı açılanda ot gözləyən heyvanlar kimi yaşayım. Avil mursələ şuğluha təqəmmumuha, ya açıb çəmənliyə buraxılmış, harda ot tapdı yiyən heyvanlar kimi yaşayım. Təqtərişü minə əlafiha, qarnını o tərəfindən, mədəsini o tərəfindən doyuran heyvanlar kimi yaşayım. Və təluhu əmmə yuradu biha, Allah onu niyə yaradıb, ondan qafil olan heyvanlar kimi yaşayım. Yəni Allah məni insan yaradıb, məni öz canişini görmək istəyir. Mən gedim heyvanlar kimi yaşayayım. Necə yaşayır heyvanlar? Deyir, tövlə heyvanları belədir ki, elə oturublar, yatırlar, gözləyirlər ki, qəşəng otdan ələfdən verilsin onlara. İşləri, güzləri yeməkdir. Bəzi heyvanlarda açıb buraxırlar, gedib çöldə otlasınlar. Kövşəndə otlasınlar, səhrada, çöllükdə otlasınlar. O tərəf yesinlər. Buyurur, mən heyvan deyiləm. Mən heyvan olmaram.
Mən heyvan kimi yaşaya bilmərəm. Mənim məsuliyyətim var. Mən insanam. Allah mən insana deyib oruç tut, namaz qıl. Allah mən insana deyib sənin büdcəndə qoyub Allah yoxsulların pulunu. Mən insana deyib. Allah mən zənginə deyib ki, yoxsulların payını sənin büdcəndə qoymuşam, görüm nə edəcəksən. Əv utrəkə suda, əv uhmələ abisa. Allah məni boş-boşuna mı tərk eləyib? Allah məni əbəs mi yaradıb? Quranda 2 ayəyə işarə eləyir. Biri deməli mübarək Qiyamət surəsi 36-cı ayədə buyurur: "Əyəhsəbul insan ən yutrəkə suda." İnsan elə düşünür ki, onu biz boş-boşuna yaratmışıq. Boş buraxacaq onu. O elə bilir ki, elə mən azadam deyəndə, mən Allah olaraq elə onu azad buraxacam ki, bu azadlıq istəyir. Digər ayədə isə deməli Müminin surəsi 115-ci ayəyə işarə edir. Ciyə kəlamda buyurur: "Əfəhəsibtum ennema xalaqnakum abəsən və ennekum ileynə la turcaun." Ayə elə hesab edirsiniz ki, biz sizi əbəs yerə yaratmışıq və siz bizə tərəf qayıtmayacaqsınız. Buyurur: "Əv utrəkə suda." Məni boş mu tərk eləyib Allah? "Əv uhmələ abisa." Əbəs mi yaradıb Allah? Mən belə mi düşünüm? "Əv əcurrə həblə dalalə." Yoxsa mən azğınlıq ipini çəkim özümə tərəf ki, qoy azğınlıq daha çox gəlsin və mən azğınlığa daha çox yaxınlaşım. Əv a'təsifə tariqəl mətəhə. Ya mən sərgərdanlıq, hədəfsizlik, məqsədsizlik, avaralıq səhrasına mı düşüm, bu yollara mı düşüm? Çox gözəl ifadələrdir. Bu günün insanı, bu günün bəşəri, bu günün insanı, bu günün adamı soruşursan, cavabı budur ki, bilmirəm niyə yaşayıram. Hərəkətlərinə baxırsan, hərəkətləri göstərir ki, bilmir niyə yaşayır. Heç nə bilmədən. Heç nə bilmədən yaşayır. Heç bir səbəb gözləmədən yaşayır. Sanki elə onun həyatı tamamilə bundan ibarətdir ki, bəli, ver yeyim, öt yatım, gözdə canım çıxmasın. Vəssalam. Sanki həyat tamam bundan ibarətdir. Təəssüf. Bir çox insanlar belə yaşayırlar. Əleyhisselam buyurur, mən belə deyiləm. Əzizlər, baxın Əleyhisselamın kəlamlarına. Baxın, mən indi burada izləyicilərin sayına baxıram və fikirləşirəm. Nə üçün Əleyhisselamın ürək yanğısı ilə yazdığı məktublar, dostlarına söylədiyi bu sözlər, nəsiyyətlər bizim üçün heç bir əhəmiyyət kəsb edəmir və ya əksəriyyətimiz üçün əhəmiyyət kəsb etmir və ya çox az əhəmiyyət kəsb edir. 5-ci, 10-cu planımızdadır. Niyə? Bilirsiniz mi bu nəyə bənzəyir? Necə ki, Həzrəti Zəhra salamullah aleyha ev, qapı döyürdü, heç kəs qapının üzünü açmırdı. Bugün Əleyhisselam bu kəlamları, bu dəyərlər bu şəkildə məzlumdur. Adi bir sensasyon məlumata 10 minlər, 100 minlər bəyənmə qoyur, izləyir. Adi bir insandır, görsən, bir dənə söz deyib və bu söz ümumiyyətlə bir mənə kəsb etmir. Sadəcə məşhur olub, trend olub. 10 minlər baxır ona. Amma Əli əleyhisselamın ürək yanğısı ilə bəşəriyyətin aqibəti üçün dediyi sözlərə görün bizim reaksiyamız nədir? Görün nə qədər əhəmiyyət veririk və nə qədərimiz əhəmiyyət verir və nə qədər əhəmiyyət verir. Davamında buyurur: "Və kənni biqailikum yəqul." Elə bil ki, mən sənin yanındayam, Osman ibn Hüneyf. Və orada bir nəfər belə deyir: "İzə kənə həzə qutu ibn Əbi Talib." Əgər Əbu Talib oğlunun yeməyi, içməyi belədirsə, fəqəd qadə bihi-d-da'f an qitalil əqran və münazələtiş şucuan. O zaman zəifləyər ki, öz taytuşlarla döyüşə bilməz, öz rəqibləri ilə müharibə apara bilməz. Onun igidliyi
Necə olar? Ağlasığan deyil axı. Necə ola bilər ki, bunları yesin, bir tikə arpa çörək yesin, cod geyimlər geyinsin, az yesin, ac qarnına yatsın. Amma buna rəğmən belə güclü olsun. Buyurur, bunlar düz düşünməyiblər. Bunlar elə bilirlər, müminin gücü yeməkdən gəlir. Xeyr. Hələ və innəş-şəcərətəl bərriyyə əslə buuda. Agah olun, bilin, görün igidlik, qüdrət nədən gəlir. Kifayət qədər suvarılmayan səhra çöl ağacının çubuğu çox möhkəm olur, gövdəsi çox möhkəm olur. وَالرَّوَاتِعَ الْخَضْرَ أَرَقُّ جُلُودَ. Amma daim suvarılmış bağ-bağatın yaşıl ağaclarının qabıqları daha nazikdir. Çünki yaxşı bəslənib. وَالنَّابِتَاتِ الْعِذْيَةِ أَقْوَى وَقُودًا. Yağış suyundan başqa heç bir su tapmayan səhra bitkilərinin alovları çox yüksəyə qalxır, çox istilik verir, kösövü çox qalır, kömürü çox qalır və əbdəu xumuda, çox gec sönür. Amma bağ-bağatdan dərilmiş o ağaclar, odunlar, bunların sobası da zəif olur, tez sönür, material da möhkəm olmur. Görürsünüz, insanlar ev tikmək üçün material axtaranda nə axtarırlar? Deyirlər, meşə ağacı olsun. Niyə? Meşə ağacı yaxşı bəslənmir axı. Əgər yaxşı bəslənmək möhkəmliyi gətirirsə, bəs niyə evin materialını meşə ağacından edirik? Mebelləri meşə ağacından edirik, çünki möhkəm olur. Nədən möhkəm olur? Bəslənməkdənmi? Xeyr, bəslənmədiyi üçün möhkəm olur. Az bəsləndiyi üçün möhkəm olur. Bəsləməyi gözləyə dözdüyü üçün möhkəm olur. Ona görə möhkəm olur. Bəli, Əleyhisselamın bu kəlamları o demək deyil ki, insan yaxşı bəslənməməlidir, yaxşı qidalanmamalıdır, yaxşı yeməməlidir, yaxşı. Bugün dövrümüzün tələblərindən biri kifayət qədər vitamin qəbul etmək, qida qəbul etmək, yaxşı bəslənmək, gündə bir hava yaranır, gündə bir iqlim yaranır, gündə bir mikrob gəlir, virus gəlir. Amma hamılıqla bəslənmək. Qoy mən toxulum özgələri ilə, nədir karim, dünya və cahan ac olur olsun, nə işim var? Bu müminin şüarı deyil. Bu müsəlmanın şüarı deyil. Resulullah sallallahu aleyhi və səlləm buyurdu, bir nəfər sübh aça, səhər yuxudan oyana və fikrində, niyyətində dünya müsəlmanlarının dərdisəri olmuyor. Qonşusu hara getdi, hardan gəldi, nə qazana bilir, nə yeyə bilir, oğlu dərs oxuya bilir, ya yox, məktəbə gedə bilir, ya yox, şəraiti var, ya yoxdur. Bu adam maraqlamır ondan. Ancaq mənim işim yaxşı olsun. Ancaq mənim mənfəətim, mənim dünyam, mənim həyatım, mənim komfortum, mənə məxsus olanlar, mən, öndə məndirsə, hətta öndə mən də olsun, eybi yox, amma həm də başqaları olsun. Əleyhisselam tələb eləmir ki, hamı onun kimi olsun. Əleyhisselam öz kəlamında buyurur ki, mən sizdən gözləmirəm ki, siz mənim kimi olasınız. Mən sizdən gözləmirəm. Məncə siz mənim kimi ola bilməzsiniz. Amma heç olmasa təqva ilə, iffətlə, imanla, ibadətlə mənim bu insanlara hidayət etmək yolumda mənə yardım olun, mənə dəstək olun. Bunu tələb eləyir. Ona görə Allah Teala Əleyhisselamı sevirdi. Ona görə Resulullah sallallahu aleyhi və aleyhisselamı sevirdi. Baxın, Xeybər döyüşündə
Əleyhisselam burada bir kəlamı var bu xütbənin davamı, bu məktubun davamında buyurur ki: "Vallah law tazaharatil arabu ala qitali lama vallaytu anha." Allah'a and olsun. Bu Əlinin andıdır ha. O Əli ki onun tələbəsi Əbu Zərin dilinə yalan gəlməyib. Nəinki özü. O Əli Allah'a and içir. Məsələ o qədər əhəmiyyətlidir. Buyurur Allah'a and olsun. Əgər bütün ərəblər kürək verib mənə qarşı hücuma keçsələr qabaqlarından qaçmaram. Niyə? Çünki mən bəslənmiş bağ ağacı kimi deyiləm. Dözümlə boya başa çatan meşə ağacı kimiyəm. Əleyhisselam həddən artıq igid idi. Yazırlar, əksər hallarda atı dayanmış halda minməzdi. At gedə minərdi. At qaça minərdi atının belinə. Hətta qılın zərbələrini də buyurardı ki, israf eləmək lazım deyil. Bir dəfə zərbə vurardı, yerində zərbə vurardı. Arxadan ona hücum etmək mümkün deyildi. Həmin o arpa çörəyi yiyən Əliyə, həmin o cod geyimlər yiyən bədənini incidən Əliyə. Ona görə belə güclü idi, ona görə belə imanlı idi həm də. Ona görə belə imanlı idi həm də. Ki, Xeybər döyüşündə Rasulullah sallallahu aleyhi və aleyhi buyurdu: "Lə'u'tiyennər rayətə qədən rəculən." Sabah hökmən bayrağı elə bir kişiyə verəcəm ki, yuhibbullah, Allahı sevir və rəsuləh və onun peyğəmbərini sevir. Kərrarun qeyru fərrar, işi bitirməyincə geri qayıtmır. Döyüşdən qaçmır. Təkrar hücum edir. La yerci'u hatta yeftəhallah ala yedək. Allah onun əli ilə fəth nəsib eləməsə geri qayıtmır. Bu Əli əleyhissalam idi. Bizim İslam alimlərinin, dini ariflərin, övliyaların da maraqlı ifadələri var. Buyururlar ki, insan əgər Allah yolunda hərəkət edirsə, ilk növbədə qidalarının tənzimlənməsinə fikir verməlidir. Yəni, gündə 3 dəfə qidalanırsa, 3 dəfə qidalansın. Da aralarda heç nə qəbul etməsin. Öğünlər arası heç nə qəbul etməsin. Yeməklərdən yemək seçməsin. Nə var, nə bir şey, Allah bərəkət versin. Bu, insanın əqlaniyyətinə xidmət edir. Yəni, mən yemək istəyirəm. Bir nəfər mənə sual versə, niyə yeyirsən? Cavabım bu da ona görə ki, acımışam. Amma hal-hazırki dövrdə belə deyil. Bizə deyiləndə niyə yemək yeyirsən? Deyirik ki, məsələn, dəvət ediblər, yeyirəm. Və yaxud hövsələm yoxdur, yeyirəm. Əsəbləşmişəm, yeyirəm. Əqlani bir cavab yoxdur. Ona görə Əli əleyhissalam əsas bundan tutur. Hətta kəlamlarının birində buyurur, mənim bir dostum var idi. Onu çox sevirdim. Ona görə ki, səbəblər sayır, imanı belə idi. Axırda buyurur, ona görə çox sevirdim. Həm də ona görə çox sevirdim ki, qarının, mədənin hakimiyyətindən özünü xilas edə bilmişdi. O, tamahın, iştahın hakimiyyətindən özünü xilas edə bilmişdi. Çox mühüm məsələdir. Əli əleyhissalam bu kəlamında məsələlər çox yaxşı önəm daşıyır və bizim üçün ötəri məsələ olan bunlar ki, mən də danışdıqca mən anlayıram ki, əslində nə qədər qeyri-mühüm sayılır bizim nəzərimizdə. Əli əleyhissalamın öz yaxın dostuna təkidlə, ürək yanğısı ilə yazdığı məktubdur. Çünki onların ən böyük dərdi bizim hidayətimiz idi. Onların ən böyük problemi biz idik. Bizim kamilləşməyimiz, rüşdümüz idi. Onlara maraqlı olan bizim hansı işdə işləməyimiz, hansı dildə danışmağımız, hansı işi görüb görməməyimiz deyildi. Əsas bu idi. Bu ümmət yaxşı adam olacaq ya yox. Allah istəyən məqsədə çatacaq ya yox. Allah'ın veririk Əli əleyhissalamın məqamına, bizləri də bu yola hidayət və bu yolda sabit qədəm eləsin. Allah təala cəmi xəstələrə şəfa versin inşallah.
Allah bizi Əli əleyhissalamın layiqi sevənlərindən, şiyələrindən deyə bilmirik. Çünki Əli əleyhissalamın şiyəsi Səlman idi, Əbuzər idi, Miqdad idi, Malik idi. Onları sevənlərdən, amma həqiqi, səmimi sevənlərdən qərar versin. Allah sizləri qorusun.